Salam əziz izləyicilər. Cambridge English Reading Part 4 Questions from 19 to 24. Burada deməli bizə mətn verilib. Mətndə boşluqlar var. Əsas qrammatikadır, yəni burada bu hissə. Baxırıq. Talent Factory is a new music school which has courses ya da that has courses olmalıydı burada. Çünki təyin olunan söz burada belə deyək də qeyri-insandır. Yəni who olmaz, they ümumiyyətlə mənasızdır. Ümumiyyətlə has da gəlməz ondan sonra. Yəni buna biz deyirik nisbi əvəzlik. Orada olacaq nə? B. Əgər burada iki ehtimal var ya, insan anlayışı olanda who, that qoya bilərdik. Qeyri-insan anlayışı olanda which, that qoya bilərdik. Burada da variantda sadəcə that var. Ona görə onu qoyuruq. You can choose from a musical instruments including, yəni bunlardan seçə bilərsən bu musiqi alətlərinin nəyindən. Burada qrup var, band var. Bunlar yəni ki daha çox insan aid, insana xarakter sözlərdir. Amma variety çeşidlik, müxtəliflik, yəni bu musiqi alətlərinin çeşidliliyindən istifadə edə bilərsən. Yəni məsələn piano, violin. Ona görə doğru cavabımız C variantıdır. 21-ə baxırıq. If you prefer to a singing course, yəni mahnı oxuma kursuna yazılmaq, qoşulmaq mənasında join feili düzgün feildir. Play və enter burada ümumiyyətlə uyğun gəlmir. Növbəti hissədə the courses deyir. Burada the all və both-la işlənə bilir. Yəni everydən sonra the gələ bilməz. All the courses ola bilər, both the courses ola bilər qrammatik cəhətdən. Whole the olmaz, amma qarşısında the olsa, məsələn the whole kimi işlədə bilərdik, eyni mənanı ifadə eləyə bilərdi. Növbəti 23-də baxırıq. We believe the most important thing we teach our students is that music is, yəni uşaqlara nəyi təlqin edirlər? Musiqinin əslində nə olduğunu. Burada enjoy zaten olmaz. Təbliğ olunan şey, yəni musiqinin əyləncəli olduğunu uşaqlara təlqin edirlər. Yəni fun doğru cavabımızdır. Bu əyləncəlidir, amma funny gülməli, məzəlidir. Yəni bu məna uyğun gəlmir. At the end of every course, hər kursun sonunda there a show, görürsünüz a showdur, təkdədir və biz indiki zamandan danışırıq burada. Ona görə there is a show olacaq. Was zaten keçmişdi. Arda mübtədası gərək cəmdə olsun ki, ar işlənsin.